Azərbaycanda qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına başlanılır. Bu barədə Xəbər kanalına Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumata görə 2025-ci il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə icazə verilir. Qeyd edilir ki, qeydiyyat prosesi elektron kənd təsərrüfatı informasiya sisteminin alt modulu olan köç portalı üzərindən həyata keçirilir. Təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər həmin portala öz təsərrüfatları haqqında məlumatları daxil edərək 9 aprel saat 10-dan etibarən qeydiyyatdan keçə bilərlər. Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq. Fermerlərin köç portalına daxil etdikləri məlumat və sənədlərin tələblərə uyğunluğu yoxlandıqdan sonra təsdiq ediləcək. Müraciəti təsdiq edilmiş fermerin ANAMA tərəfindən keçirilən təlimdə iştirak etməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerə təlimin yeri və vaxtı barədə SMS bildiriş göndəriləcək. Təlimlərdə iştirak etmiş fermerlərə mərhələli şəkildə öz təsərrüfatlarını yaylaqlara köçürməyə icazə verildiyi barədə SMS bildiriş göndəriləcək. Köç prosesində iştirak etmək istəyən fermerlərin öz təsərrüfatlarındakı iri buynuzlu və xırda buynuzlu heyvanları identifikasiya etməsi və identifikasiya ilə bağlı məlumatları elektron kənd təsərrüfatı informasiya sisteminə daxil etməsi tövsiyə olunur. Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.